والمؤمنين إن شاء الله بإذن الله مثل التهديد الملك الأنبياء سبحان الله تعالى خالق النور فاتحة غير المغضوب عليهم ولا الضالين آمين بسم الله قل هو الله أحد الله ولم يلد السلام عليكم يا شهداء في سبيل الله أسأل الله لي لنا ولكم العافية سبحان الله تعالى خالق يا خالق لا إله من ربه والمؤمنون كلنا آمن بالله وملائكته لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما حملته على الذين من قبلنا ربنا ولا تحملنا. الحمد لله رب العالمين والعاقبة للمتقين اللهم نور قلوبنا بنور القلوب وكفر لنا سيئاتنا بعزة القرآن اللهم ادخل الجنة بشفاعتك اللهم بلغ ثواب ما تلونا هادية متصلة إلى روح نبينا وشفينا محمد المصطفى صلى الله عليه وسلم وإلى روح جميل الأولياء والأوصياء والشهداء والصالحين وإلى روح المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما خصوصا لروح الشهداء في سبيل الله اللهم إني أسألك من الجبات رحمتك وعزائم ومغفرتك والسلامة من كل اسم والغنيمة من كل بر والفوز بالجنة والنجاة من النار رحم الله مناديا فاتحة اهدنا الصراط المستقيم ولا الضالين آمين بسم الله هو الله Allah rahmet eylesin. Hürmetli şehit ataları, aziz şehit anaları, hürmetli konaklar, aziz ziyaretçiler. Bizden hemşe olduğum xahişi evvel edim, sonra tedbirimizi devam ettireyim. Sizden bir xahişim var. Bütün şehitlerimizin hatırasını yad edek, bir de gelip tutura yad edek, sonrası tedbirimizi devam ettirek. Allah rahmet eylesin. Allah rahmet eylesin. Hürmetli cemaat, Ferit balamızın bugünkü ad günü ikinci tedbiridir. Biz bir neçə gün bundan qabaq, həmin saatdə, həmin dəqiqədə Göylər kəndindeydik. Göylər kənd şəhidlər xiyabanındaydıq. Orada çiftə yağış yağdı. Sonra qar yağdı. Düzdür, balamızın üstündə naves var. Kənardan insanlar heç nə yağışa baxıb, nə qara yanıb. Allah'a and olsun. Ağzım orada gəlim dəstəmazdan içirəm. Bu oradaydılar. Elə bir ki Allah talanın bir nuru yağıb ora. Yağışla, qarla nur yağdı Göylər kənd şəhidlər xiyabanına. Eləcə Məlçobanlı şəhidlər xiyabanına. Eləcə Qurtdapalı şəhidlər xiyabanına. Eləcə Şərədir şəhidlər xiyabanına. Bugünsə biz Şamaxı and yerimiz olan, ziyarətgahımız olan, qibləgahımız olan Şamaxı şəhidlər xiyabanındayıq. Həmin saatdə, həmin dəqiqədə. Bu saatı, bu dəqiqəni bizə göstərən, qanunu qoyan kimdir? Biz nəçiyik? Allah tərəfindən qanun qoyulub, bu gün orucluqdur. Ramazan ayıdır. Bu bağlarımızın da az günlər Ramazan ayına düşdüyünə görə biz bu saatı çəkmişik bu vaxtda. Buradan da çıxıb inşallah lazım olan yerlərə gələcəyik. Həmin nur, həmin o göylərdə olan nur bu günləri Şamaxı şəhidlər xiyabanındadır. Bütün şəhid bağlarımız nurdadır. Allah nur eləsin, yer həmişə cənnətdə olsun. Hörmətli cəmaət. Bununla da Ferit balamızla da orucluğu bitiririk inşallah. Daha bundan sonraki tədbirlərimiz saat 5'te yox.
Mesela aynı 27'sinden Məhbudun oğlunun Allah qalan bağlarını salamat eləsin. Az gün olacaq, 27'sində saat 10'da başlayacaq, 12'de olacaq Şamaxı Cuma Mescidinin mərasim zalında. Ona görə də bugün bu gözəl, xoşbaxt, bu mərhəmətli gündə, gözəl gündə Fərid balamızın ad gününü qeyd edirik. Bir şey də sizin xatırınıza çatdırım ki, bugün Fərid üçün ikinci tədbirimizdir. Səhər-səhər Şamaxı şəhər 10 sayılı tam orta məktəbində bir tədbir keçirmişik. Çox hamınız sağ olun. Amma bu gün oradan benim yanımda olan şəhid atalar, şəhid analar da sağ olsun ki, bizi tək koymadılar, şəxsin ağsaqqallarını tək koymadılar. Gözəl tədbir keçdik. Təşəkkür edirəm bütün sizin adınızdan. Bütün şəhid atalarının, şəhid analarının, Şamaxı rayonunun axunun adından, hər birinin adından təşəkkür edirəm. 10 sayılı Şamaxı tam orta məktəbinin direktoruna və onun bütün heyətinə. Gözəl tədbir keçirdik, gözəl təşkilat idi. Adamın doğrudan mənim özümün şəxsən bir ağsaqqal olaraq ürəyim açıldı. İndisə biz şəhidlər xiyabanındayıq, Fərid balamızın ad günündəyik. Allah Teala sizin hər birinizin qalan bağlarını salamat eləsin. Fəridin də atasının, anasının Allah qalan bağlasın. Salamat eləsin. Ya Rabbim, ya Resulallah. Gözlərinə çıraq eləsin. Hamımızın əlində xeyir işlər var. Cahallar var, cahallarımız var, oğlan, qız. Hamımızın xeyir işində Allah qoysa. İştirak eləyək. Qarşınızdakı ağsaqqal, axun. Düşsün qarşınızda hər arazını gezməyə hazırıq inşallah. Beləliklə, hörmətli cəmaat, əziz bacılar, qardaşlar, iştirakçılar, çox sağ olun. Hər birinə təşəkkür edirəm. Vaxt bilmirsiniz. Nə vaxtı oldu, nə vaxt dedik. Çünki bunlar vaxt bilməyib. Bunlar qədər bilməyib. Bunlar soğuk bilməyib. Bunlar isti bilməyib. Bir məqsədləri olub, anabazı da gözləmiblər. Ki, biz işgal altında olan yağı düşmandan torpaqlarımızdalar. Aldılar da, igid de oldular. Bugün fərəhlidirlər. Bugünləri bu qarşıdakı bu ağsaqqal gürürlər bunların sayəsində. Allah Teala bunları qəni rəhmət eləsin, yerlər cənnətdə olsun. Hörmətli Fərid bala, sənin bu günlər ikinci ad gününü keçirdirik. Təhsil aldığın məktəbdə, oxuduğun məktəbdə, bax, bu qarşımda olan bu bağlarımın iştirakı ilə, bunların şeirləri ilə, sənin 10 sayılı Şamaxı tam orta məktəbində tədbirini keçirdik. Gözəl şərəflə, şərafətlə, tortu kəsdi babın, bu bağlarla bir yerdə, o gün olsun sənin qardaşın, nişan toyunu kəssin babam. Allah Teala hər birində, amin deyin. Gözəl günlərdir. Hər ağızda bir dua var. Göylərdə o günləri gözəl dualar oldu. Ölkəmiz üçün, xalqimiz üçün, millətimiz üçün. Dua eləmək lazımdır qardaşlar. Bu duayı da bırak. Allah söküm olsun. Ona görə də bu günləri biz Fəridin ad gününü çox gözəl yüksək səviyyədə, hamısını keçirdirik yüksək səviyyədə Allah'a görə. Bir-birindən gözəldir. O qədər Allah bunları gözəl yaradıb ki, hamısı bir-birindən gözəl keçir. And olsun Allah'a. Hörmətli Tofik, sən Fəridin atası solundasan, anası ise sağındadır. Xalq onun döşündədir. Bütün xalq, cemaat ona görə onun həsrəti ilə, onun izzəti ilə, onun nəfəsi ilə, onun hörməti ilə yığışıb bura. Bütün şəhidlərimizin hörmətini yığışıb, o gün göylərdə yığışan kimi, hər yerdə yığışan kimi. Ona görə də Allah Teala sizdən, hər birinizdən razı olsun cemaat. Hörmətli Fərid bala, sənin ruhun buradadır. Sənin ruhun burada, bu xalq bu izdihamı görür. Sənin ruhun bu izdihamı görür. Sənin solunda aton, sağındasa anon, qarşındasa bütün şəhid ataları, şəhid anaları. Və eyni zamanda Şamaxı şəhər təhsil aldığın tam orta məktəbin direktoru da buradadır. Hörmətli qardaşımız. Allah da ondan razı olsun. Onun təhsil verdiyi, sənin təhsil aldığın məktəbdə bağlarımız da balaca bağlarımız da buradadır. Şamaxı rayonunun axundu mənim sağımdadır. Bu işə baxan Şamaxı rayonunun şöbəsinin müdürünün mavini hörmətli Agil müəllim buradadır. Və eyni zamanda ən yekuni Şamaxı şəhər ağsaqqalı, Şamaxı rayon ağsaqqalı Ağacda babamın qarşındadır. Allah Teala sizi xoşbaxt eləsin, hörmətli cemaat. Allah Teala sizə hüsn göstərməsinə bundan sonra. Ya Rabbim və Resulallah. Hörmətli Tofik, bir neçə kəlmə. Allah hamımızı burada iştirak edenler, aklımızda sakladığı canımanlarıdır. Hamı. Onunla vermeklerdi, şəhid valideynlerdi. Hamı bir-birimle. Bəli. Allah hamımıza razı olsun ki, bugün de biz tek olmadıq. Çok sağ olun.
şəhidlərimizin yeri cənnət məqamı olsun. Nə deyim? Amin. Bəlkə orada da danışa bilmədi. Bir neçə kəlmə bu cəmaatın qarşısındasan. Allah hamısı razı olsun bacılarım, kardeşlerim. Bugünkü günde bizi tək qoymadı. Bugünkü günde Fərdin 21 yaşı. Tamam olur. Allah salamat eləsin. Qalan bağlarınızı. Deyə bilərəm ki, Fərid ad günün mübarək. Amma doyunca ben kardeşi təbrik edə bilmirəm. Kardeşi arkasız dayaksız koydu. Yeri cennet olsun bana. Amin. İnsan yok. Allah Hamımız rahmet dedik Fərid'e bugünkü günün mübarək olsun. Allah Teala her birinizden razı olsun. Ceyhun müəllimə gitti. Buyur. Şahit atası. Allah ziyaretini Dağıntıdır mı kardeşler? Yakındır. Fərid balamızın ailesine təsəlli oldunuz, gəldiniz. Allah razı olsun. Hər biriniz balanızın xeyrini görəsiniz. Bunları bilirsiniz ki, qəhrəman balamız Fərid balamızın doğum günüdür. Cənnətdəki dəyişilməyən mövlududur. Allah şəhadətin mübarək eləsin. Qəhrəman balamızın ümumi bu günləri mövlud olan bütün şəhid balalarımızın Allah ruhunu şad eləsin. Allah onların valideynlərinə səbir versin. Ümumi bütün şəhid valideynlərinə Allah səbir versin. Analara səbir versin, dözüm versin. Anaların əlindən öpürəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Çünki onlar bizim xalqın uzun ağ elədi. Bizim bayrağımızı ucalara qaldırdılar, zirvələrə qaldırdılar. Allah qazilərimizə can sağlığı versin. Allah veteranlarımızı qorusun. Səngərdə hərbçilərimiz bizi qoruyur hal-hazırda. Allah onları düşmən gülləsindən qorusun. Allah xalqımızı həmişə əmin-amançılıq içində eləsin. Dünyamızı Allah sülhlə bərqərar eləsin inşallah. Bir də Allah ölkəmizə müharibə qismət eləməsin. Amin. Çünki müharibə çox ağırdır, çətindir. Yəni dözülməzdir. Bala içkisi dözülməzdir. Yəni Allah Teala heç bir valideyni evladla sınağa çəkməsin. Allah bir daha Fərid balamızın ruhunu şad eləsin. Toğrul qardaşıma, Rəqsanə bacıma Allahdan səbir diləyirəm, onların yaxınlarına. Bilirsiniz ki, Elmanın qardaşı oğludur da Fərid, yəni bala ikisi də şəhid olublar. Bir ailənin iki qəhrəman oğlu şəhid olublar. Allah ruhunu şad eləsin hər birinin. Yaxınlarına Allah səbir versin. Çox sağ olun. Teşekkür ederim. Güzel. Buyur şahit atam. Əvvəl hamı salamlayıram, Allah hamı kömək olsun. Ümumiyyətlə biz şəhidləri ziyarət etmək bütün Azərbaycan xalqının borcudur. Həqiqətən də ziyarətkardır. Gecələr cənnət olsun. Bunlar bizim qürur mənbəyimizdir. Şəhidlik hər adama qismət olmur, biz Allah qismət olmayıb. Biz gəlib qurbanlara qismət olur. Amma zəfər qazanandır, məhz bu balalardır, qardaşlardır. Allah yerlərini cənnət etsin. Amin. Həyatda hər şey qazanmaq olur, amma şəhidlik zirvəsinə uzanmaq heç də qismət olmur. Fərid, o şəhidlərimiz kimi çox qorxmaz mərd oğlan olub, ailə canlı olub, ən əsas məsələ bu şəhidlərimizin çoxsular əzandır, qazandığı evə gətirir, valideynlərə olmalıdır. Ümumiyyətlə, bu torbalar ki, döyüşdən bütün veteranların, ən əsas şəhidlərimizin qanı basınlarından torbalı olmaq biz vətəndaşlarımız, vətəndaşların borcudur. Bizim qalxarımız olan bayrağımız bir daha enməməsi bizim şəhidlərimizin yaşaması deməkdir. Bu üçün də bütün xalqın borcudur ki, həm şəhidin olmasın, həm dövlətçinin yanında olsun. Allah valideynlərə səbir versin. Bu şəhidlərimiz tarix yazdılar. 100 illərlə, 1000 illərlə belə zəfər qazanır. Nə 2020-ci ilin müharibəsində, nə də 24 saatlıq antiterror əməliyyatında. Yəni bunlar tarixi görünməyən bir ordunun əsgərləri olur. Zəfər yazıblar, tarix yazıblar, Allah yerlərini cənnət eləsin. Adınızdan barış olsun. Teşekkür ederim. Yolun düzgün halal çıkışın için. Bana Hacı merhamet malumat verir ki uşaqlar hava soğukdur. Uşaqları salaq yola, sonra tədbirimiz devam etdirək. Buyur. Sönen değil. Sönen değil. Bu vətəndə bu ocaq. Bu ocağı alıştıran mehi var.
Yurt sevgisi sevgilerin şahıdır. Her ülkede sevgilerin şahı var. Bir silah var, her bileğin üstünde. 1000 yara var, bir küreğin üstünde. Her çiçeğin, her leçeğin üstünde. Askerimin yanağının şeyi var. Akan kanla çekilibdir azarı. Asker olur, her rassamı yazarı. Bir mezarda her ananın ahı var. Gerçek olur, her yoksu bu halkın. Barıtlıdır her kokusu bu halkın. Yok köylerden de korkusu bu halkın. Çünkü köyde şehitlerin ruhu var. Çok sağ ol, teşekkür ederim. Buyur. Aliyev Ferit Aliyev ailədən çıxarıcılardan biriydi. Onun əmisi də vətən uğrunda qəhrəmancasına şəhid olub. Ailəsi və yaxınları onun cəsarətli, vətənpərvər və mərd bir gənc olduğunu bildirirlər. Şəhid olmamışdan əvvəl mən şəhid olacağım sözlərini yazması ailəsi tərəfindən onun vətənə bağlılığını rəmzi kimi xatırlanır. Buyur. Çok sağ ol, teşekkür ederim. Buyur. Aliyev Ferit Tofiqoğlu 12 Mart 2005-ci ildə Bakışəhərdən anadan olmuşdur. Orta təhsilini Şamaxı rayonunda almış, məktəb bitirdikdən sonra isə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmışdır. Vətənə olan sevgisi və məsuliyyət hissi ilə seçilən Ferit hərbi xidmətə başladıqdan qısa müddət sonra 19 sentyabr 2023-cü il tarixində keçirilən lokal antiterror tədbirləri zamanı Üçə istiqamətində qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu zaman cəmi 18 yaşı var. Buyur, teşekkür ederim. Şəhid Ferit Aliyev Şamaxı şəhərində əmisi ilə yanaşı torpağa dəfnolunmuşdur. Onun dəfn mərasimi böyük bir hamla keçirilmiş, rayon ictimaiyyəti və hərbçilər tərəfindən son mənzilə yola salınmışdır. Doğum günü və anım günlərində məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilir. Teşekkür Bu ederim. məktəbdə böyüdün, arzuların boyatdı, siniflərdə gülüşün, divarlara yayatdı. Uşaq qəlbin vətən deyə döyünərdi hər an. Adın indi tarixdə nur kimi parıldayan Ferit Aliyev, sən elə bir zirvələrə ucaldın, şəhidlik adımla ədəbiyyata yol aldın. Torpaq səni bağrına bastı qürur ilə, millət səni andı gözündə nur ilə. Teşekkür ederim Tolgülü. Bir ana göz yaşı tökdü səssiz. Bir vətən nəfəs aldı, oldu sənsiz. Qanın azadlığa yazdı müqəddəs ad. Səngərdə əsan səsini danışdı min fəryad. İndi məktəb həyətində külək əsəndə, adın dualara ucalır hər səsdə. Sən bizim qürurumuz, ədəbi fəxrimizsən. Ruhun şad olsun deyən şəhidim qəhrəmanımızsan. Şəhidlər ölməz, vətən bölünməz. Teşekkür ederim sizi hazırlayan müellime ve aynı zamanda müellimeye. Çok sağ olun. Sizin ikinci tedbirinizdi bu günleri. Şehit Ferit balamız için şehirler değiştiriz ve onun ruhuna dualar değiştiriz. Her birine teşekkür ederim. Hürmetli mektebin direktörü, benden karşı edirlər ki, ya siz ya da müellime, ahır ikizlemiriz bir neçə kəlmə. Biz bir tədbirdə Bəli, çıxış eləmişsiniz, bəli. Artıq belə deyək, müharibənin tarixi haqqında hamı məlumatlıdır. Bu gün biz burada şagirdimiz olan Aliyev Fəridin ad gününə toplaşmışıq. Onun cənnətdəki ad günün təbrik olsun deyirik. Bütün şəhidlərimizin istər 1-ci Qarabağ, istər 2-ci Qarabağ müharibəsində vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhid ailələrinə Allahdan səbir diləyirik. Onların bundan sonra bir daha belə günlər yaşamasınlar, xoş günlər yaşasınlar. Amma belə dediyimiz günlər əslində bizim fəxr duyacağımız, qürur duyacağımız anlardır. Ki vətən oğulları şəhid olmasaydı bizim vətənimiz, bizim torpağımız azadlığına qovuşmazdı, suverenliyinə qovuşmazdı. Ona görə bir daha bütün şəhidlərimizin qarşısında, ruhu qarşısında baş əyirik. Çok sağ olun. Allah rəhmət eləsin. Teşekkür ederim size, hürmetli direktör. Geleceğiniz sizin mavininiz. Her birine teşekkür ederim, maksatlarına teşekkür ederim. Bütün şehit atalar qeyd eləmişəm. Şehit analar adına size, ben bugün gördüm sizin tedbirinizi. Ona göre yok, bizim borcumuzdur. Bütün şehit atalar, şehit analar adına size teşekkür ederim.
bütün kollektivimizə sağ ol deyirəm. Allah sizə var eləsin. Şu zamanda icazə verirəm. Uşaqları götürün, gedə bilərsiniz. Uşaqlar sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Fakizə xanım. Şahid anası buradan anasa danışa bilmədi. Buyur. Ağsaqqalımız. Təşəkkür edirəm. Hər birinizi salamlayıram. Yaxşı. Allah Tofiq qardaş, Rəxsan, Allah sizlərə səbir versin. O bir balon oyun görəsən. Allah heç vaxt bizlərə pis gün göstərməsin. Bizlərə Allahdan səbir Sayış dola xahiş edirəm, təbrik edirəm. Xahiş edirəm sayış dola. Allah bütün şəhidlərin yerini cənnət eləsin, məqamları ucu olsun. Bütün şəhidlərin qarşısında baş əyirəm. Allah oruç tutanların da orucunu qəbul eləsin. Amin. Qarşıdan gələn 2 bayramımız var. Allah bayramları uzun mübarək Amin. eləsin. Cənnətdəki balalarımızın Novruz bayramı, Ramazan bayramımız mübarək olsun. Mənim igid qəhrəman oğullarım. Hər birinizin qarşısında bir anons kimi baş əyirəm balalarım. Haqqınızı bizə halal edin. Çox sağ ol, təşəkkür edirəm. Nəcimə xanım. Orada danışdın sen, buyur burada da danış. Allah şəhid ailələrinə səbir versin. Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizin məqamımıza yeri cənnət olsun. Allah sizdə böyle Təşəkkür edirəm. Təşəkkür edirəm. Hörmətli cəmaət. Əziz mənim arxalarım bir xeyli var. Buyurun. Mən də hər birinizi salamlayıram. Tofiq qardaş, rəsmi öğrenci. Dəyişməyən ad günü mübarək olsun. Fərid balamızın timsalında cəm şəhidlərimizin yeri cənnət olsun. Allah şəhid atalarına, analarına səbir gözün versin. Amin. Qarşıdan gələn bayramları mübarək olsun. Təşəkkür edirəm. Təşəkkür edirəm. Çox sağ olun, hörmətli cəmaət. Hörmətli Zəminə xanım. O gün göylərdə siz danışdırdım. Mən dedim, mən siz göylərdə danışdıracağım. Bu günləri qarşı-qarşıyıq. Danışın bir neçə kəlmə. Gəlmişsən burada, Allah bağları sağladı. Göylər cəmaət deməsin, kələsən, Zəminəni danışdırırsan. Buyurun. Şəhidlərin qarşısında baş edin. Təşəkkür edirəm. Təşəkkür edirəm. Faik müəllim. Buyur. Gündə Fərid balamızın işığına toplaşmışıq. Allah atasına, anasına səbir versin. Allah cəmi şəhidlərimizin, şəhid valideynlərinə səbir versin. Amin. Onları keçdikləri yollar göz qabağındadır. Onlar gördükləri iş göz qabağındadır. İndi qaldı bizim onlara qarşı hörmətimiz. Bir ata olaraq mən də bütün şəhidlərimizin qarşısında baş əyirəm. Allah onların məqamını uca eləsin. Allah rəhmət eləsin. Təşəkkür edirəm. Natiq müəllim. Buyur. Mən də bütün ziyarət iştirakçıları hamınıza salamlayıram. Fərid balamızın bu dəyişməyən ad günündə bu günləri hamınızı xoş gördük. Əziz Ramazan. Sağ olun. Bəli, bunlar vətən torpağının bütövlüyü naminə canlarını fəda elədilər. Onlar biraz bizə, millətimizə, dövlətimizə zəfər yaşatdılar. Allah dönə-dönə Fərid və onun timsalında cəmi şəhidlərimizdən razı olsun. Bunlar haqların bizə halal eləsinlər ki, onlar vətənin, yəni ki, Azərbaycan ordusunun keçdiyi zəfər yolu dünya ölkələrinə bir elə bilginə ki, bir örnək oldu, bir nümunə oldu. Bəli. Ona görə də Allah cəmi şəhidlərimizin ruhlarını şad eləsin, məqamlarını uca eləsin. Amin. Biz valideynlərə, Tofiq qardaşımızla, yəni ki, cəmi şəhid valideynlərinə səbir versin. Dövlətimiz, dövlətçiliyimiz var olsun, ordumuz güclü, qüdrətli, basılmaz olsun. Allah hamımızdan da razı olsun ki, bu günləri bir yerdəyik. Sağ olun, var olun. Təşəkkür edirəm. Qalib. Şəhid atası, buyur. Bütün ziyarət iştirakçılarına, dəyərli şəhid valideynlərini, gələn qonaqları hər birisi salamlayıram. Bugün qəhrəman olanımız Fərid balamızın cənnətdəki dəyişməyən yolu bugün Allah onun ömrünü mübarək etsin inşallah. Allah sizlərə səbir versin, salam olun, xeyrin görəsin. Allah Fərid balamızın timsalında cəm şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Amin. Valideynlərimizə səbir versin. Allah
ordumuzu qorusun, Amin. vətənimizi qorusun, dövlətimizi qorusun. Bu üçrəngli bayrağımızı daim vətən səmasında dalğalandırsın inşallah. İnşallah. Allah qazilərimizə də şəfalar versin. Amin. Allah hər birinizdən razı olsun. Teşekkür ederim. Çok sağ olun. Rıza müəllim. Buyur. Kardeş, Allah şəhidimizə rəhmət olsun. Onun timsalında bütün şəhidlərə. Bugün elə bir əlamətlər gündür ki, bizim milli və dini bayramımız, Noruz bayramı ilə Ramazan bayramı və zənnimizdən hər 100 ildə 3 dəfə düşür. Eyni günə düşür. Və qabaqdan gələn bu bayram münasibəti ilə xalqımız, şəhid ailələrinin hamısını təbrik edir. Bilirsiniz, bizim qəhrəmanımız antiterror şəhididir. Antiterror şəhidindən əvvəlki şəhidlərimiz 44 günlük Vətən müharibəsində bizim 45 şəhidimiz oldu və noyabrın 8-i və 10-unda bizim zəfər günümüz elan olundu. Ancaq 2023-cü ildə 19 sentyabrda antiterror əməliyyatı başladı. Orada da biz Azərbaycan xalqı kimi Şamaxılar da şəhid verdi. 5 şəhidimiz oldu. Həmin şəhidlərdən biri şəhid Aliyev Fərid Tofiqoğlu. Allah ona rəhmət eləsin. Və onun timsalında bütün şəhidlərimizə. Şəhid nə deməkdir? Şəhid atanın, ananın bu dünyada və o dünyada pənahıdır. Bax, biz şəhid ataları, anaları biz bilirik ki, şəhidlərə görə bizə nə qədər hörmət verilir. İstəyir dövlətdə, istəyir dövlət müəssisələrində, istəyir cəmaatın arasında bizi hörmətə qaldıran həmin o şəhidlərdir. Və eyni zamanda biz öləndən sonra, dünyamızı dəyişəndən sonra da həmin şəhidlərin köməyi bizim yanımızda olacaq. Və hazır daha yaxşı bilir, 40 deyirlər, 60 deyirlər, 80 deyirlər, adamı günahından keçməsinə onlar bizə köməkçi olacaq. Ona görə bizim bir şəhid valideynləri kimi borcumuz şəhidlərimizə hörmət eləməkdir. Onların hörmətini saxlamaq deyir ki, özümüzə hörmət eləməkdir. Və onda şəhidin də ruhu şad olar. Allah şəhid Aliyev Fərid Tofiqoğlu'na və onun timsalında bütün şəhidlərimizə rəhmət olsun. Teşekkür ederim. Rana Hanım, buyurun. Köylerde de dün gelmemiştiniz. Buyurun. Salamlayıram şəhid ailələri başda Sağ ol, olan, sağ ol. tədbir iştirakçıların. Hepimizə Allahdan rəhmət edirəm. Yeri cənnət olsun. Şəhid atası, şəhid qardaşı doğrudan da bir ailə üçün ağır bir dərddir. Qarşınıza baş əyirik. Cəm şəhid ailələrinə Allah səbir versin. Çok sağ olun. Minnətdarıq. Teşekkür ederim. Şaverdi. Şehit atası buyur. Çox sağ olun. Mən də hamınızı salamlayıram. Təbrik edirəm. Ziyarət işçilərini ziyarət qəbul etsin deyirəm. Fərid balamızın doğum günüdür. Onun timsalında olan bütün şəhid doğum günü olanı Mövludun mübarək olsun deyirəm. Tofiq qardaş, rəqsana olsun. Allah səbrinizi versin, Allah gözünü versin. Allah bütün şərlərimizə rəhmət etsin. Amin. Teşekkür ederim. Çok sağ olun. Hürmetli cemaat. Demeyin afsakal bildirəm, and olsan ha belə demirəm. Bak orada benim başıma yığışdığımız yerde hava çok soğuk idi. Burada hava çok soğuk değil. Bak bu dayandığımız yerde hava sabahda soğuğu yoktu. Şükür Allah'a. Hamısı bunların duasındandır, bunların ruhundandır. Bunların bereketindendir, bunların xeyrindendir. Hürmetli cemaat. Əziz şəhid ataları, hürmetli şəhid anaları. Bu günləri mən Göylər cemaatına söz verdim. Amma həmişə belə deyirəm, də aranı kəsmirəm. Bayram buradadır, buyursun. Kim varsa? Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Oruç tutmaz qılanlarını Allah təala qılıb tutduğunu qəbul eləsin. Tofiq qardaş, Allah balamızın yerini cənnət etsin. Bütün şəhidlərin ruhu şad olsun. Çok sağ ol. Bir neçə gün bundan əvvəl sizdeydik. Göylər Kənd Şəhidlər Xiyabanında. Hörmətli İmran qardaş. Allah qalan bağlarını salamat eləsin. Allah sana bütün bağlarını salamat eləsin. Sen bilirsən ki bu xalq sizi çok istəyir. Ona göre de heç vaxt sizə yaddan çıxmarsınız. Demək ki ağsaqqalım məni Allah eləməsin. Buyur. Söz sizindir şəhid atası İmran. Buyur. Yad təmiz olsun. Bəli. Hər bir axşamınız xeyir olsun. Dəyərli tədbir iştirakçıları, axundumuz, ağsaqqalımız, Teşekkür ederim. nümayəndələr olan hər bir kəs. Bəli. Məndən əvvəl fikirlən hər bir kəsin fikrinə böyük hörmətlə, böyük izzətlə qulaq asır. Allah hamımızdan razı olsun. Mən də Tofiq qardaşıma, Rəqsana bacıma, gözəl şirin balamızı
Bak en bala bunlar arka arkaya duruyor. Allah her ikisinin mekanı cennet. En bala bu iki şehitlerimizin timsalında Allah bütün şehitlerimizin mekanı cennet. Biz valideynlere dözün ve ağıl versin. Çünkü kişilerin yolu bunlar istediği kadar aparar. Özümüz yok, bunlar istediği kadar aparar. Bunların adına ayak aparar. Ve çok sağ olun her biriniz. Bugünkü günden mevlud olan bütün şehitlerimizin mekanı cennet. Bizi biz yenilen bu kişilerdi. Hiç kimden ata o ne kişi dövdük, ne de hiç kimden fəri dövdük. Bizi biz yenilen bak bu yiğit balalarımızdı. Ve ona göre de bizim şerefli borcumuzdu. Halk bizden numara gitmedi, biz halktan yok. Biz yine parmalık gözümüzü. Allah'ın dostu yol olmadı ki. Ben burada rahat sakit durmalıyım ki, yeniden kırardan bakan da mənə bakıp, ifade etmeliyim, şehit rahat sakit durursa ben de sakit dururum. Her bir yerde dəxli yoktu. Ya bura olsun, ya toy olsun, her bir yerde. Vallahi elədir. Biz eyni adamlarıq, eyni insanlarıq. Burada birbirimizden yekə aşağı danışmağa ihtiyaç da yoktu. Hamımız eyni status insanlarıq. Ben bilavəsdə bak, evinin o bir balası olan, gül balası olan atanalar var. Onlara xüsusi olarak ürəyim çox ağır. Allah haqqı. Deyirsiniz, kimsə görüb deyirəm, o şəhid balamızdan yok. Çünkü bunların her biri bizim ürəyimizə böyük bir xaldır. Allah hamımıza bol gözünü versin. Rəqsanə bacı. Tövfiq elələ, boşuna dönərəm. Nə deyək, söz çoxdur. Allah ordumuzu qorusun. Allah Ali Baş Komandamıza can sağlığı versin ki, bu qara bulutlar üstümüzdən çəkilsin. Amin. Valla bak dünyada çağnaşmalar olur. Bəli. Allah Olur, bunları var. korusun. Çünkü her birimizin orada evlatları var. Düzdür. Zabit evlatlarımız var, saldatlarımız var. Çünkü biz bu hayatı yaşayıp görürük. Düzdür. Yol valla görürük. O deyir ağırını çeken bilir. Söz deyip getməyə saatdır. Ama o qəlbdə yaşatmaq. Qəlbdə Bizim her birimizin ürəyində dəvə boyda, dəvənin özü boyda yaramız var ha. Bəli. Onu bilmək lazımdır. Allah elə dərdi heç kimə qismət eləməsin. Amin. Hamımız evlatlarımızın xeyrini görür. Ben Sizin şəhid bir analarım. yerden, sizin Sağ bir olun. yerden. Bacılarım, əllərinizdən öpürəm. Baksın hamımızın qarşısında bir şəhid sonra qarşısında baş əyirəm. Çünkü siz bizim baş tacımızsınız. Allah evlatlarımızın məkanını cənnət eləsin. Hacı, Aksakal, Ağabey, hamımız Teşekkür sağ olun. ederim. Çok sağ olun. Allah razı olsun. Hürmetli İmran kardeş, İmran müəllim, siz deyirsiniz ki biz bunların sayesinde Vallahi. tanınırıq. Axı siz de bunların igidlərisiniz. Axı sizden olan bulardır. Siz görünə qədər möhkəm, gözəl, xoşbaxt, tanınmış bir insansınız ki, sizden de olanlar bunlar oldu, geldi Allah Teala bunlar elədi, dünya şöhrəti. Siz özü genel insanlara çekmedi. Allah Teala O yüksek adın yanında yüksek ağrı da var. Allah O da sözün var. qalan bağlarını salamat eləsin. Xandan ben, şəhid atası, yaxınlaş mənə. Allah sizin köməyiniz olsun. Teşekkür ederim. Sağ ol. 2026'ya kadar bizim yanımızda olursunuz. Allah İnşallah. her bir icra nümayəndələrdir. Afandımız Allah var etsin. Başta olmaq şərtilə. Çok sağ ol. Bu günlerin evinin balamızın timsalında Allah cəm şəhidlərin ruhu şad eləsin. Amin. Analara bolca səbir dinləyirəm, atalara da bolca səbir dinləyirəm. Tövfiq qardaş, Allah sizə səbir versin. Çox sağ olun. Çok sağ ol. Çok sağ ol. Teşekkür ederim. Han Baba. Han Baba'nı gördüm burada. Gel şəhid atası. O gün olsun ki sana balon artık elde don toyu sağ salamat eləsin. Allah razı olsun. Ben de öz nezərimdə bütün tədbir iştirakçılarını salamlayıram. Allah Ramazan bayramını mübarək eləsin. Amin kardeşim. Tevfik kardeş, Allah səbri versin. Allah Ferit balamızın timsalında bütün şəhidlərimizin yerini cənnət eləsin. Məqamlarınızı eyləsin. Allah o bir baloyu saxlasın. Amin. Ne diyeyim vallahi? Allah səbir versin. Çok sağ ol. Teşekkür ederim. Namaz. Şəhid atası. Sen ikinci defa danışırsan yukarıdan. Buyur. Allah səbir versin. Allah bizləri qalan balaları görürsün inşallah. Xeyrin görəsən. Cəmşədlərin məkanı cənnət olsun. Buyur. Şəhidlər haqqında istənilən qədər danışmaq olar. Şəhidlər 44 günlük vətən müharibəsində öz sözləridir. Şəhidlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edir. Onu dövlət də bilir, xalq da bilir. Allah şəhidimizin ruhunu şad etsin. Onun qədər səbr dilərim. Sağ ol Allah. Bugünkü
tədbirçilər sıranı salamlayıram. Başda şəhid onları, şəhid atalar olmalı. Bir gün Fərd balamızın mövluduna yığışmışıq. Allah onun yerini cənnət eləsin. Fərd kimi balalarımız bizim 1-ci Qarabağ Savaşında iştirak etmiş, qazi olmuş, şəhid olmuş qardaşlarımızın qisasını yerdə qoymadılar. Nəhayət ki 2020-ci il, 2023-cü ildə bu qisası yerinə getirib qəhrəmanlıq səlaməsi yazdılar. Allah cəm şəhidlərimizə rəhmət etsin. Allah bir də Azərbaycan xalqına müharibə göstərməsin. Amin. Sağ ol. Təşəkkür edirəm. Çox sağ ol. Hörmətli Məhbub, şəhid atası. Siz bugün də mənim əl-axşamızın yanımda olmuşsunuz. İstər onunla bilən məktəbdə, darıxma. İstər də, istərsi də burada. Hamıdan qabağa gəlmişdim. Buyur. O qardaş da gəlsin yaxın. Mərdan. Mərdan. Gəl dur. Allah sizə səbir. Təşəkkür edirəm. Şəhid atası, Mərdan. Buyur. Hörmətli cəmaət, əziz Tofiqin qohum əqrəbəsi qardaşları, bəlkə danışmaq istəyəniniz var. Fəridin əmləri. Buyur. Buyur. Hamımızdan Allah razı olsun. Bütün şəhid atalarım, analarım. Allah səbrinizi versin deyirəm. Biz 92-ci ildən bəri yaşayırıq bu şəhidlik nə demək olduğunu. Onun üçün mən bilirəm ki, bu atalar, analar nələr çəkir. Mənim atam, anam, oğlanların, oğlunun dəyərlənməsində dünyaların dəyişdilər. Allah balamızın yerin cənnət məkan eləsin. Bütün şəhidlərimizin Allah yerlərini cənnət məkan eləsin. Allah onlardan razı olsun. Allah dövlətimizi, ordumuzu qorusun. Allah millətimizi qorusun. Çox sağ olun. Təşəkkür edirəm. Bu günləri qardaşlarımızdan, qazi qardaşlarımızla da burada iştirak edən var, hörmətli cəmaatım. Ondan da Elvin qardaş buradadır. Buyursun. Allah ailəsinə səbir versin. Biz döyüşdə onda bizim yanımızda doğma qardaşlarımız oldu. Biz çiyin-çiyinə vuruşmuşuq. Allah ailəsinə səbir versin. Çox sağ ol. Təşəkkür edirəm. Səmiyev, bir neçə ildir yoxsan burada mənim yanımda, bəlkə gör. Axşamınız xeyir olsun. Buyur. Arzam müəllim, çox sağ ol. Allah sizdən razı olsun. Mən də bütün şəhid ailələrinə başsağlığı edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnətdə olsun, nurla da olsun. Bugün doğrudan da bizim üçün fərəhdir. Azad yaşayırıq, rahat yaşayırıq. Şəhidlərimizin hesabına rahat yaşayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnətdə olsun. Təşəkkür edirəm. Çox sağ ol, hörmətli cəmaat. İndi də sözü əvvəldən qeyd elədim. Qazi, Yamaxı rayonundan bu işə baxan şöbənin müdürünün müavini, hörmətli Aqil müəllim Məşəqli mənim yanımdadır. Bir neçə gün bundan əvvəl döyülərkən bir yerdə, indi də burada mənim yanımda, həmişə də yanımda olur. Buyursun. Çox sağ ol Ağarzan abi, sözünüzə görə. Əziz ziyarət iştirakçıları, əziz və hörmətli şəhid ailələri. Mən də hər birisi Şamaxı rayon icra hakimiyyəti mübarizəsi, hörmətli Tahir müəllimlər, rayon icra hakimiyyəti salamlayıram. Bu günlərim lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan vətən oğullarından biri Fərid qardaşımıza Fərid qardaşım kimsandır. Cəm şəhidlərimizə öz Allahdan rəhmət diləyirəm. Onların ailə üzvlərinə, valideynlərinə, qonaqlarına səbr, gözüm diləyirəm. Allah şəhidlərimizə rəhmət etsin. Məqamları daha güzələndir. Təşəkkür edirəm. Hörmətli cəmaat. Bugün elə mən burada tez gəlmişdim. Mən az sonra Quşu kəndindən də yoldaşlar gəldilər. Şəhid atası Cavanşir qardaşla gəldi. Sağ olsun, ona da təşəkkür edirəm. O da Cavanşir gibi yoldaşların ailəsilə bir yerdə gətirib. Onlar da bugün burada iştirak edirlər. Hər birinə təşəkkür edirəm. Hər birinə təşəkkür edirəm. Çox sağ olun. Vaxtımız daralır. Artıq iftarı çağıran insanlar var. Biri ötürür, birindən nəsmiyir. Ona görə də bu cəmaatı biz
yola sahmana salmalıyıq ki, ha buradadır. Vereceğim. Yakınlaşmamışım. Ona göre de darıkmayın. Darıkmayın. Yok Allah'a tövbe yok. Ona göre de telaşmayın. Allah'a şükür cennetliyik. Cennet mekan değil. Buradan insan darıkar. Buradan insan deverer. Buradan o günler o göğlerde gecesi dağa başlayla göğlerde. Göğler diyeceğim de ben ne diyeyim. Orada Allah'a hamdolsun o kadar açılır bu yüreğimiz açılır ki Allah'a şükür. İster Melçobanı kent qeyd elədim. Tərədən yeni qeyd edirəm. Melçobanı kent şəhətlər qəban olsun. İster Qurttepe'si olsun, ister Şəradir olsun. İster Şamaxı, şəhər şəhətlər qəban. Cənnətimizdə cennet mekan yerlərimizdir. Allah bunları cennetinde etsin. Ya Rabbim Resulullah. İlham buyur göyler. Kendinin, benim kendimin insanı. Buyur şehit kardeşi. Allah sağ olasın. Ben de tedbir iştirakçılar hamd salamlayıram. Allah Ferit balamıza rahmet eylesin. Mekamımızda olsun. Allah cem şehitlerimize rahmet eylesin. Teşekkür ederim. Dinlemede Allah'tan sebep. Allah razı olsun. Amin. Teşekkür ederim. Allah sadece bu kadar hasta adamsan ki. Sizden seferde köylerde adamlar çıkmışlar olsun. Birden hala. Ona göre de her birine teşekkür ederim. Bir kelime ben söz diyeyim. Diyecektim ama. Her birine teşekkür ederim. Allah Teala her birinizi hoş günler dilesin. Allah Teala sizin her bir kalan balarınızı hoşbaxt dilesin. Orada da öyle de diyeceğim. Allah Teala bu kişinin de Ferid'in kardeşinin de Allah Teala hayır işini bu yakınlarda ona nasip eləsin. Bir uşaq, aksaqqal dörsüzde olmayla onun da hayır işini Allah koysa. Yekunlaştılar. Var elde var. Galibin oğlunun var, Natık'ın var. Bütün cemaatin evlatlarına, hamısının uşaqlarını. Cavan da Allah'a şükür. İmran'ın var. Yani hamısı da şimdi var neçə var düşürəm üstüne ki. Mesela Ceyhun gibi balacadır. Sonra bütün şahit kardeşler. Aksaqqal Aqilin öş demiş ha. Şehadetine Aqil hele döyeceğim. Aqil çağırsın bundan sonra. Aqil sana bundan sonra. Bayramçıdır. Onu döyülme ona çatır. Allah her birine bol sözün ne sözün var. Ben bugün həmişə sizdən xahiş edirəm. Xəccəni yaddan çıxardın. Bugünkü gündə yeri boş qalan xəccənin yeri cənnət olsun. Amin. Allah rəhmət eləsin. Amin. Allah onun balasının da yerini cənnət eləsin. Xəccə bacımın da yeri cənnət olsun. Teşekkür ederim. Hörmətli cemaat, yaxşı adam yatdan çıxmır. Kim olasan, yaxşı yatdan çıxmır. Kim olasan, pis yatdan çıxmır. Görürsün, her bir insanın yadındadır xəccə. Bak bugünkü günde, bugünkü Ramazan ayında, bugünkü bu güzel tedbirde, bugünkü bu şərəfətli, şən tedbirde xəccə də elə salındı. Allah onu da yerin cənnət eləsin. Her biriniz Allah Teala şadlıq şənlik qismət eləsin, hörmətli cemaatım. Əziz şəhid ataları, hörmətli şəhid anaları, siz yığışmışsınız bu günlərin mənətini. Sizə qürrələnib, sizə fələhlənib. Bu bağlarımızın sayəsində her bir işi görmeye hazırım. Rehberler de, valideynler de. Bugün mektebe gelmişim ama mektep büyük mektepdir. Orada olan maşallah 2000'e yakın talebesi var. Her birine Allah salamat eləsin. Hamısı neyin sayesindədir? O mektebin salamat kalması, bu bağlantı sayesindədir. Allah Teala Ali Başkomandan İlham Əliyev cənablarının canını salamat eləsin. Birinci vitse-prezident Mehriban xanımın Allah şaman dilesin. Onlar siz görürsünüz ne boyunlar, Azerbaycan xalqının salamat kalması için, İraq kalması için neler çekirler, haralara gedirler, neler eləyirlər. Hamısı bu xalqa görədir. Hamısı Azerbaycan cemaatine görədir. İster o balaca uşaq olsun, isterse de bak sizden olur. Hamımıza göre, her birimize göre Ali Başkomandan bugün dayanmır, bütün devletleri yanına çağırır, bütün devletlerin yanına gelir. Allah Teala her birinizden razı olsun hürmetli cemaat. Bugün indi buradan çıkacağız. Her birimiz bir nefer gibi. Gedirik Feridgile, gedirik Topikgile. Allah Teala kapısında şanlı şahtık eləsin. Orada iftar vakti olacak elə hemen vaxtacın inşallah. Siz burada biz oraya gedene kadar hem ben de oradayım. Dedeyin iftar vaktinde Allah korusun. İftarınızı açın. Allah Teala sözden razı olsun. O iftarın duası hamımıza nasip olsun. Hürmetli cemaat. Aziz şəhid ataları. Benim sözüm budur. Benimki şəhid ataları, şəhid ataları. Qalanlar məhsində Allah salamat eləsin hər biri. Ama esas bunlardır. Esas bu gidin
İmran müəllimin sözü olmasın. Əsas bu gedin balalı gitlerdi bizimki. Bizi bu çekip Əsas bura gələn bax bunlardır. Dünyanı çəkib bura gətirən bunlardır. Hər birine təşəkkür edirəm. Doymuram danışırdan. Danışmaqdan doymuram. Ödəmək deyir ki, almışsan. Ay tövbə almamışam sən. Amma sen almışsan. Sen. Amma yekunlaşdırıram Tofiq. Yekunlaşdırıram tədbiri. Bir nəfər ki buradan herkesin əyləşir maşınına. Tofiq ilə mən də oradan. Verdi bu. Amin. Allahümme salli ala Muhammedin ve ala Muhammed. Allahümme salli ala Muhammedin ve ala Muhammed. El-Fatiha. Allah